Əziz könüllülər, Beynəlxalq Könüllülər Günü və Könüllülük Həftəsi münasibəti ilə hər birinizi təbrik edirik. Bildiyiniz kimi 2019-cu ildə Cənab Prezident tərəfindən dövlət qurumlarında könüllülərin cəlbi ilə əlaqədar çağırışından sonra könüllülüyün inkişafı, könüllülük fəaliyyətinin genişləndirilməsi ölkəmizdə əsas prioritet gənclər siyasətində, gənclər sahəsində əsas prioritetlərdən birinə çevrilmişdir. Məhz bu gün artıq bunun nəticəsi olaraq 32 dövlət qurumunda könüllülük proqramı və könüllülük təşkilatı fəaliyyət göstərir. Eyni zamanda məhz 8 il əvvəl ilk könüllülük forumu Gənclər Fondunun təşəbbüsü ilə həyata keçirilmişdi. Artıq bu il 8-ci forum baş tutdu. Könüllülük fəaliyyəti Azərbaycanda yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Biz sizinlə hər gün rastlaşırıq. İstər dövlət qurumlarında, vətəndaş xidmətində rastlaşırıq, istər beynəlxalq tədbirlərin təşkilində, beynəlxalq konferansların təşkilində bizi qarşılayan ilk simalar həmin tədbirlərin təşkilində əsas pay sahiblərindən biri sizsiniz. Və bunu könüllü etməyiniz bu fəaliyyətinizə əvəzolunmaz bir dəyər qatır. Bundan sonraki fəaliyyətinizə də sizə uğurlar arzulayırıq və könüllülük gününüz mübarək.